Əməliyyatdan sonra, tiroid əməliyyatlarından sonra ən çox bizə verilən suallar nədir ki, əməliyyatdan bir həftə sonra xəstələrdə boyun nahiyəsində şişkinlik olur. Yəni biz bu nahiyə şişkinlik olur. Bu da əməliyyatın texnikasına bağlıdır. Nəyə görə şişkinlik olur? Öncə istərdim şunu qısaca məlumatı verim. Çünki biz əməliyyat zamanı yara sahəsini, yəni dərini kəsdikdən sonra dəri altı toxumanı aşağıdakı fasciyadan burada üzüyə bənzər sümüyün qığırlarına qədər ayırırıq. Yəni bu yuxarı loskut dəri alt toxumu ilə bircə qalxır yuxarıya doğru və əməliyyatdan sonra isə müəyyən müddət xəstələrdə bu şəkildə şişini əmələ gəlir. Şişini dərinin buradan bilavasitə yuxarı, yəni yuxarı loskutun hazırlanmasına bağlı olaraq şişiniyə bağlıdır və əməliyyatdan bir həftə sonra isə pasientlərə nə tövsiyə edirik? Yağlı masajlar. Yəni yağlı masaj ilə hər hansı məsələn günə baxan yağ olsun, yaxud zeytun yağı olsun, əl yağlanılır. Yağlandıqdan sonra, yəni iki barmaq olaraq bu şəkildə, yəni dairəvi hərəkətlərini müəyyən bir baskınla sığallamaq yox, müəyyən bir baskınla bu şəkildə yaran girişi boyunca 3 dəqiqə müddətinə masaj olunur. Gündə 2 dəfə bu masaj olunmalıdır. Bu şəkildə, yəni bu beləməsinə. Və əgər bu hissə çox sallaqdırsa, yəni dəri sallanması çoxdursa, o zaman aşağıdan yuxarıya doğru olmaq şərti ilə bu şəkildə də masaj olunur. Bu da yəni 3 dəqiqə, 2-3 dəqiqə müddətində bu şəkildə masaj olunur. Yəni sığallamaq lazım deyil, müəyyən bir təzyiqlə olunmalıdır. Yəni yumuşaq bir təzyiqlə ki, bu dəri sallanması bu hissədə gedib yerinə tam olaraq otursun. Aydın oldu. Siz də bu şəkildə masaj edirsiniz. Yəni gündə 2 dəfə, yəni bu şəkildə, yəni müəyyən bir təzyiqlə, yəni yağlı bir masaj 3 dəqiqə müddət. Yaxşı, yavaş-yavaş şişkinlik götürüləcək. Oldu, sağ olun.